Hamınızı salamlayıram, əziz dostlar. Çox gərgin bir programı başa vurmaq məqamındayıq. Bu prosesin əvvəlindən Azərbaycan Media Agentliyi, Ağdam Universiteti, Azərbaycan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, o cümlədən Azərbaycan Mətbuat Şurası bu proseslərdə bizə dəstək oldular və belə bir önəmli layihənin uğurla başa çatması üçün lazım olan bütün nədənləri etdilər, dəstəyi göstərdilər. Mən bəri başdan adlarını çəkdiyim qurumların hər birisinə təşəkkür etmək istəyirəm. Ötən gün tədbirin açılışında Fariz müəllim, Əhməd müəllim və Fatma müəllim iştirak edirdilər və sizin də birinci gün çıxış programında çıxışınız var idi və bizim auditoriyada çox həvəslə gözləyirdilər ki, siz bir kəlmə mesajınızı verəsiniz, fikirlərinizi deyəsiniz və mən xüsusi vurgulamaq istəyirəm ki, Əhməd müəllimə mən öz təşəkkürümü bildirmək istəyirəm. Ümumiyyətlə, bizim prezident administrasiyasında bu işə məsul olan Hikmət Hacı ilə mən belə dərin minnətdarlığımı ifadə eləmək istəyirəm. Yəni, bu məsələləri eşidən kimi hər zaman dərhal dəstək göstərməyə çaba göstərir, qərar verir. Ona görə mən hər birinizə təşəkkür edib, vaxtı uzatmadan bilirəm ki, siz də tələsirsiniz. İstərdik ki, Fariz müəllim, həm bizim qonaqlarımız üçün bəzi, yəni universitet üçün deyək ki, lazımlı məlumatları çatdırmanız deyilirdir, amma hər halda sizin dilinizdən eşitmələri yeri gəlmişəm qonaqlarımızın bir çoxu universitetlə maraqlanır, və təşəkkür edirəm sizə. Yəni, sən tərcümə ediliyində qonaqlarınızın lütfən, biz danışırıq. Çox sağ olun, müəllim, əziz həmkarlar, əziz dostlar. Biz sizi Ağdam Universitetində görməkdən çox məmnunuq. Xoş gəlmişsiniz. Mən ümid edirəm ki, sizin üçün bu 5 gün maraqlı keçdi və təlimlərdə faydalı məlumat qazandınız, faydalı bacarıqlar, biliklər qazandınız. Ümumiyyətlə, mən deyim ki, Ağdam Universiteti belə inkişaf proqramlarına, təhsil proqramlarına çox örnək və önəm verir. Biz artıq bir neçə təlim keçmişik, media agentliyində bir yerdə təşkil etmişik və Ümid müəllim müraciət edəndə ki, növbəti təlim ideyası var. Siz bunu yalnız və yalnız alqışlayırıq. Ümid edirəm ki, xarici ekspertlərlə, xarici mütəxəssislərlə ünsiyyət faydalı oldu və Azərbaycanda media sahəsi, jurnalistika sahəsi inkişaf edəcək. Biz də bu il başlayaraq yeni media və kommunikasiya ixtisası açmışıq və orada artıq bakalavr tələbələri yetişəcək və gələcəkdə sizin sıralarınıza qatılacaqlar. Biz sizə uğurlar arzulayırıq. Mən direktorumuz Hafiz Paşayevin salamlarını sizə çatdırmaq istəyirəm. Bizim həmkarımız bu günləri Hafiz müəllimlə söhbət etmək imkanı oldu. Və gələcəkdə də biz sizi həmişə Ağdam Universitetində gözləyirik. Qapılarımız açıldır və sizin peşəkar inkişafınızda həmişə dəstək olmağa hazırdır. Çox sağ olun. Təşəkkür ederim. Mən istəyirəm iştirakçılara özünü tutum soruşum. Necə keçdi uşaqlar? Bax, bu təlimin əsas səbəbkarlarından birisi Əhməd müəllimi mən istəyirəm dəvət edeyim və Əhməd müəllim də bu cür məsələlərdə şükürlər olsun ki, az bir vaxtda ümumiyyətlə media agentliyi bütövlükdə media camilərimizdə böyük bir dəyişikliyin olmasına nail olubdur və biz də çalışırıq ki, mümkün qədər dəstək göstərək. Buyurun, Əhməd. Çox sağ olun. Hər biriniz təşəkkür edək, buyurun, təlimlərdə bizdən bərabər olmuşsunuz. Bugün proqramı sizlə birlikdə edirik və hamımız toplaşmışıq ki, sizə bu sertifikatları təqdim edək, sizlərə təbrik edək. Mən dərin şəkildə edirəm paylaşmıyorum. Bilirsiniz ki, biz inkişaf edəcəyimiz gündən ilk həftələrdən bizə bir taxtda başlatdıq və zamanlı olaraq tələbələrimiz həyata keçirilməkdədir və bundan sonra da biz artıq media və Ağdam Universitetinin birlikdə bir çox ilklərə imza atacaqdır və hətta bu illəri biz
danışanda ilk bir otağın adını peki media otağı qoyaq. Çünki artıq media otağımız əmələ gəlir və bizim medianın nümayəndələri toplaşdığı bir məkana çevrilir. Mən eyni zamanda Məqbul Məmmədlə təşəkkür bildirirəm həmişə dəstəyinə görə. Umud Bəymə isə xüsusi təşəkkür düşür. Çünki bu bilirsiniz ki, bu treyningin, bu təlimin həyata keçirilməsinin məhz inisiatorudur Umud müəllim və əziz olan dostlarını və o əlaqələri və o sıx münasibəti dəyərləndirərək belə bir sizlər üçün təlimlərin keçirilməsi təklifi ilə çıxış etdi. Çətinliklər var idi, onu deyim sizə. Amma Umud müəllim üstünə gəldi, hamımız toplandı. Müşbət müəllim sağ olsun, böyük bir dəstəyi göstərdi. Beynəlxalq münasibətlər Təhlil Mərkəzinin sırf dəstəyi oldu ki, bu illərin biz belə bir təlimin yetkiyə çatmışıq. Və biraz sosial şəbəkələrdən və bizim dostlarımızdan eşitdiyimiz və gördüyümüz oxuduqlarımızdan məlum olur ki, doğrudan da bəyənmişsiniz və Umud müəllimin müraciət etdiyindən sonra əl çalmaqlar göstərdi ki, həqiqətən belədir. Nə xoş bizə, nə xoş sizə və inşallah bizə belə xoş layihələr doğurur. Hamını təbrik edirik. Çox sağ olun. Əzəzdə olan bizim həmkarlarımız, dostlarımız, faktörlarında da xüsusi təşəkkür düşür. Və biz ümid edirik ki, və əminik ki, belə əməkdaşlıq davamlı olacaq. Çünki biz Əlcəzirənin bir boyunca bir tədbirlə keçmişik, bilirsiniz. Artıq institut olaraq, azadlıq və insan hüquqları institutunda olaraq bizim əməkdaşlığımız geniş davam edəcək və mən düşünürəm ki, Ağdam Universiteti, Media İnkişaf Agentliyi və Əlcəzirə bir böyük bir platformaya çıxa bilərlər. Daha təşəkkürlər, sağ olun, hamılı olmayan getmə. Sizə Bizi de şey çıkarız. Thank you very much. Teşekkür ederim. Aslında bu bizim için de büyük bir şeref oldu. Bir de agentimizde bu sertifikata böyle garanti almak aslında bizim için de bu büyük bir ama bu sizinkilerden farklı biraz risk yani bu ondan değil. Başkan, şimdi ben yeniden geldim buraya. Sağ olun. Biz de böyle çəkək, nə imkan var? Durdular orada. Barış müəllim, efsanavi bir insandı. Bir Sami Ertaş, Guantanamo həbsxanasında uzun müddət qalmış və ümumiyyətlə Əl-Cəzirənin simasıdır. Və eyni zamanda çox təxirlə deyir ki, mən Qarabağım. Bizim təhlil mərkəzi yollarındası buradadır mı? Cavit müəllim sizin olursa, bir daha görüşüm sizlə. Size de teşekkür ederim. Fərid müəllim də bu məsələlərdə sağ olsun, Fərid Şəfir. Əlbəttə sağlamlığı var. Deyə bilərsiniz. Sağ olun. Biz teşekkür edip böyle bir vacib layihənin parçası olmak bizim için önemlidir. Ümid edirəm bundan sonra bu layihənin devamı var. Allah razı olsun. Sağ olun, teşekkür ederim. Kapattılar. Kesin ben orada kalanı kesin ki Siz bayaq qurulduğunuz media və kommunikasiya artıq bütün dünyada jurnalistika dəyişir. Keçir kommunikasiya. Belə bir keçmiş İqtisadiyyat Universitetində də yazılıb, çox əhəmiyyətli olmalıdır. Mən ikinci dəfə sizi geçdirəm, mən çox sevirəm. Azərbaycanda jurnalistikanın
nəzərə əsaslanır. Buna görə mən sənətlərim, Adanın rəhbəri ilə belə şərait yaratma görə mühəmmət mən sizə də mühassaram və sizin keçirdiyiniz son yayınlar, istər ayrı rəsmi qurumları, mətbuat xidmətləri, redaktorlar yığılmışdır. Bura Ədalət Məclisi demişdir ki, bu vaxta qədər burada öyrəndiklərini bu vaxta qədər öyrənməmişdir. Bu Rəşad bəy tərəfindən həmin seminara verilən böyük və məhz bu sayaq seminarın keçirilməsi. Umut müəllim, sənə də təşəkkür olmuşam. Əhməd müəllim olaraq sənə də olmuşam ki, Azərbaycanda jurnalistikada ixtisaslaşma yoxdur. Ona nail olmaq lazım. Bu il hər bir jurnalistlərlə məşğul olub, sabah iqtisadi yolda yazan jurnalistlərlə məşğul olaq, Hüsnü müalicə sahəsində dartılan jurnalistlərlə məşğul olaq, solda mədəniyyətlə bağlı, idmanla bağlı və Azərbaycan jurnalistikasını beynəlxalq standartlara uyğunlaşdırmaq üçün addımları mütləq lazımdır. Mən əminəm ki, agentlik belə ki, seminarlara Azərbaycan jurnalistikasını həmən problemlərini həll etməyə qadir olacaq. Sağ olun, qonaqlarım. Teşekkür ederim. Ben Rəşad Şərrəm xanımın fəaliyyətini xüsusi dəyərləndirmək istəyirəm. Sağ olsun. Seçim də media agentliği, əsas seçimi edilən media agentliği olubdur. Və sağ olsun uşaqlar, çox maraqlı uşaqlar seçildilər. Və mən hesab edirəm ki, bizim bu sahədə artıq bir komandamız formalaşır. Bizim bir komandamız formalaşır, bizim yəni artıq o TOT təlimləri deyirlər. Yəni o artıq var. Digər bir tərəfdən bizim Əl-Cəzirənin nümayəndəsi Bevan çox maraqlı bir şəxsdir. Ondan burada olduğumuz müddətdə müəyyən danışıqlarımız oldu, söhbətlərimiz oldu və biz müəyyən bir sənədlər üzərində işləyirik. Mən o barədə Hikmət müəllimə də məlumat verdim və tövsiyələri ki, siz nə o sənədləri bizim müzakirə edə birlikdə və mənə elə gəlir ki, jurnalistlərimiz üçün, media camiyyəsi üçün son dərəcə faydalı bir iş olacaq burada indən sonraki fəaliyyətlərimizdə. Hemen bayram. Heydər Mirzə. Heydəroğlu və Heydər Mirzə bu proseslərdə həm də təcrübələri ilə, qatqıları ilə çox böyük deməli, dəstək göstəriblər təlimlərimizə, ona görə də xüsusi təşəkkürlər. Əhməd mənim burada qeyd eləmədim, Anamanın məsul adamları da burada təlimdə iştirak edərlər. Onlar da sağ olsunlar, çox maraqlı oldu. Necə geçdi Anamanın təlimləri? Sağ olun. Şimdi İzzət Məmmədov, Azərtaç. İzzət, gəl görək. Anastasiya Lavina. Leykeroğlu. Çekiyorum. Onlar da bir şey. Buyurun. Yani Elcan Məmmədov hazırlaşdı. Bu bir şəbət oldu. Bir de sohbet oldu. Valla bir şey değil. 95 ildə mətbuatçıyam. Münaqişə olması, müharibə, konflikt təlimlərində, seminarlarında çox iştirak edirəm. Bu özəl idi, çox gözəl idi, çox faydalı idi.
torpaqlarımız azad olunubdur. Orada işləyəcək jurnalistlər üçün çox önəmlidir və arzu edəyəndir ki, bu layihə Cəbhə bölgəsinə yaxın yerlərdə, ümumiyyətlə mütəxəssis səhəbədə bizim rayonlarda trening mərkəzlərimiz ki var, mesela bankın da var tərzədə. Mən arzu edirəm, davam olsun, Əhməd Məmmədov xahiş edirəm, təşkilatlardan da region jurnalistlər üçün çox vazir. Təşəkkür ediyorum. Elçan geldi mi? Evet, yönetmenle görüşmek. Şemral Javadov. Javadov. Şemral. Bir daha. Ben çıkınca beni çekmeyin. Evet, Şemral burada. Çekelim mi? Ya gidemez. Çıkınca da beni çekelim. Yan tarafa gidin. Şemale Hanım Kalaşşirinova. Sevgili Necəbələr, Burma abimdi, Smendir. Sağ olun, fəaldır, aktivdir və çox belə düşünürəm ki, əlimlərin də faydası olur. Çox, çox. Sağ olun. Rəşad Əliyev. Rəşad Əliyev, inşallah. Abi mesela. Kriz de öyle. Elnur Ekberov. Karalanda her adımda ben Elnur'dan biz rastlaşmışız. Yani sağ olsun 45 günlük muharebede de gösterdiği cefa keşliğe göre teşekkür ederim. İlçin Muradov. Evet. Kamerada da bir Fuat Bayramov. Elnur Mehmetli. Nicat İsmailov. Training yok. Hamımız birbirimizin müharibə Ben fərdinin üzünü tanıyım, kimdir bilir. Elini mən cəhbədə Deməli, Şənan xanım. Salmadır, az gətirilmişdi. Ben size söz veririm ki onu təqdim edeceğim. Sen
Deməli, ikincisi, Ramil, o da Adam tələbəsini var. Biz də Beynəlxalq Avrasiya Fondunda internshipdir. Dəstək göstərdi. Deməli, Samir Sadıqovdur. Hem videoya alır hem de olsun güzel. Hem oğlumda yer gelmiş, Amerika'da 6 yıl təhsil alıb, yani orta məktəbdə orada şimdi. Və birində yəni sevə-sevə dəstək göstərir. Hər halda siz gördünüz, nəyi bacarır, nəyi bacarır. Deməli, əziz dostlar, bizimlə bərabər, Fariz müəllim, bizimlə bərabər deməli, Əl-Cəzirənin İstanbul bürosu da həm təlimə dəstək verdilər, həm də təlimdə iştirakçı oldular. Və Əl-Cəzirənin rəhbərliyi də qərarə gəldi ki, onların özünə də bizlərə verilən sertifikatlardan versin. Sadəcə olaraq qabları çatmadı bu qablar və dostlarımız dedilər ki, buradakı insanlara biz təqdim edək, amma biz indi Əl-Cəzirənin bir ailəsidir, mən hesab edirəm ki, problem yoxdur. Akıncı Yılmaz. Bu qardaşımız neçə ildir? 30 ildir də siz mediadasınız. 26 ildir mediadadır. Rus dilini də bilir, İngilizcəsi var və böyük təcrübəsi var, həm də böyük. I am why not? Nidal. Qadaşnal. Deməli, bir məqamı demək istəyirəm, Əhməd müəllim. Biz şəhərdən xiyabanında gezərkən, təbii ki, sayılı görüş etdilər bütün şəhərlərimizin qarşısında. Nidal bəy məxsus olaraq çox böyük tarixi bilgisi var, özü Fələstindən deyəsən. Bir tərəfi gəlir, qarşıya yoxsa araşdırırsan, nənə tərəfına tərəfə gəlirsən. O qədər gözəl, yəni istər İran səfərlər tarixidir, istər ümumiyyətlə Türk dünyasının tarixini o qədər, bütün incəliklərinə qədər qardaşımız bilir və bir o məzarları Türk şəhərliyində, bu Qüdsdəndir, bu filan yerdəndir, bu filan yerdəndir. Yəni sizə deyim ki, indiyənə qədər bizim ofisimiz də şəhərlər xiyabanında və o qədər o incəliklərə varmamışdı bu şeylər qardaşımız vardı və təlimlərdə də böyük dəstək göstərdi. Bunlar bizim də şehitlerimiz. Erkan bəy. Benim adamım nerede? Buradayım ya. Erhan buraya. Bəzən tələsi işlərdə Selahattin bəy, mənim qardaşım, problemlər yaşanır. Onun soyadındakı o yenə də qalır, amma biz onu təqdim edəcəyik. Onu da Əl-Cəzirə birlikdə o quşluğa gəlməyə çalışacaq. Selahattin bəy özü də Suriyalı gözü Türkmendir və Suriya sınırlarında güllə yarası kolum itirmək sadında olubdur. Çox uzun müddət müalicəli şükürlər olsun ayaqdadır və bunlar Əhməd müəllim deyir ki, bu adamlar bu tim, hamısı da Azərbaycanın bu bir neçə günün içərisində indi 2 nəfər burada olurlar əvvəlcədən, sami də olurdu, amma gəlmişdə bizim dostumuz da olubdu. 2009-cu ildə bizim Tərtər ofisimizdə təlimlər düşürdü. Təlim kəsəbi ilə bağlı, bizim vaxtı ilə bir layihəmiz var idi, orada təlimlər keçirdi. Teşekkür ederim.
Ömer Bey. Ömer Bey de arkadaşın aldığımız Suriyelidir. Güzel Türkçesi var, Türkleşçesi var. Ve Kuvadlı'nın Karabağ'ın işğalından sonra bizim regionlarda oldu. Şimdi de ayın 14'üne kimi regionlarda olacak. Çekiyorum. Tebrik ediyorum sizi Ömer Bey. Özgür Ayrı Bey. Bir de alkışlayalım bu koskocaman kişi 90'lı yıllarda Azerbaycan'a gelmiş ve bizim o ağırlı günlerimizde bizim yanımızda olmuş. Belli de faydalı işler görmüştü. Yani gücü çatan işleri görmüştü. Tebrik ediyorum Ayrı Bey sizi de. بداية أريد يعني أشكركم جزيل الشكر على حضوركم وتعاملكم في الدورة. Her şeyden önce gelmiş olmanızdan dolayı ve burada beraber olmaktan dolayı sevindiğimi ve teşekkür etmek istediğimi belirtmek isterim. وهذه الدورة ما كان لها أن تقوم إلا بمساعدة كل الذين شاركوا في هذه العملية. Siz olmasaydınız ve herkesin emeği, emektaşlığı olmasaydı böyle bir talim yapamazdık. الاستضافة الطيبة للأكاديمية Burada bu akademide çok güzel bir şekilde ağırlandık وكل المؤسسات الساهمة في نجاح هذه ve bu talimin gerçekleşmesinde, oluşmasında birçok müessese, birçok kurum yardımda bulundu, iştirakta bulundu. Hepsine teşekkür ederiz. ونتذكر دائما الفائزة الذهبية. Ve kızıl ve şu kızıl kaideyi her zaman hatırlayalım. حياة الصحفي أهم من كل خبر مهما كانت أهميته. Jurnalistin, muhbirin hayatı haberden çok daha önemli. Çok daha mühim. بالنسبة للجزيرة نريد أن نشكر الرجل الذي ألح على الجزيرة وساهم في تقديم هذه الدولة. Kıvrılırsa karışma. Burada bir kişi var, bir büyüğümüz var. Ben çok isterdim ki belki de sizler de geleydiniz buraya. Efendim gelip siz de geleydiniz. Yani Yok, siz neler layıkısınız. Burada bir kişi var, bir aksakalımız var, bir büyüğümüz var. Kendisi bize çok ısrar etmiştir ve El Cezire'ye fevkalade ısrarlı bir şekilde demiştir ki gelin burada bir talim yapın. Sizin de ihtiyacınız var, bizim de ihtiyacımız var ve ısrarı olmasa bu talim hiç olmazdı. ونشكر جزيل الشكر وهذه الشهادة تقديرا لجهده في نجاح هذه. International Eurasia Press Fund, Avrasya Fondu'na bütün emektaşlığı için çok teşekkür ederiz. Onlar olmasaydı bu talim de olmazdı. ونعدكم إن شاء الله تكون في دورات واشتراكات وأيضا نستضيفكم في شبكة الجزيرة كمتدربين عندنا إن شاء الله. Ve biz size söz veririz ki bundan sonra başka talimler de olacak ve siz de El Cezire'ye gelip biz de şebekede de misafirimiz olursunuz inşallah. Teşekkür ederim. Var olasınız. Ben Samet uzun yıllardır ki biz El Cezire'yle hem dostluk edirik, hem emektaşlık edirik. Ve bu dostluğun esas bağlarından biri de sizsiniz. Ve ben xoşbəxtəm ki, sizinle tanış olduğumdan çok az bir vaxtda El Cezire'nin rəhbərliyi ilə mənim tanışlığım yaratılır. Ben istəyirəm Doktor Mustafa'ya öz salamlarınızı çatdırar. Öz alqışımızı yetirək ona. Çox sağlığınızı yetirək. Dostlar, gəlin bir ifadə edək. El Cezire'nin
rəhbəri deməli o 44 günlük müharibədədir. Yəni mən əvvəlki çıxışımda dedim, Əl-Cəzirə yəni Əl-Cəzirənin böyüklüyü, möhtəşəmliyi yalnız onun tərəfsiz olmasındadır. Obyektiv sözün haqqın ədalətində olmasındadır. Bizim dostluğumuzun da mayasında budur. Teşekkür ederim herkese. Ben bilmem, söz demek kaldı mı? Sözünüz kaldı mı bizim? Bizim elbette Yılmur bu 5 günlük təlimlərdə bizim bankın əməkdaşıdır. Ama o görevinden əlavə, yəni burada çok sağ olsun. Mənə gəlir ki, sizlər də çox razı qaldınız onun tərcüməsindən. Belə mən təşəkkür etmək istəyirəm. Sayın Dostlar, yəni çox güzel. Bir daha təşəkkür ederim. Ayrıca Ayrıcmanımız saygı ve salam. Dostlar, bu əslinə qalanda David çox möhtəşəm bir təlim keçdi. Gəlin onu alqışlayasınız. Yenilemem lazım. Yarın günü